Baxaq görək, bugünkü tarix ayın 5 oktyabr OTK sınavıdır, eləmi bu? A-nın hansı ən kiçik qiymətində ifadəsinin qiyməti naturaldır. A vuraq, kəsirin sürəti nə edir? 90-dan 13 çıxaq 1, 12. Bölünsün, 1 üstə gələk, 9-da 3. Yox da 3-də 1-də, düzdür. Bonsuz da A vuraq 12, 90 yenir məxrəcə. Məxrəc nə edir? 12-də 9 deyilə, 12-də 9-da çıxır sürəti. 12-lər getdi, 9 ilə də 90 ixtisar getdi. 10 qaldı, nə qaldı? A bölünsün 10. Ən kiçik deməli, natural olmaq üçün A bərabərdir 10 şərtində. Bəli, natural ədəddir. Biri E. Sonra 32-yə baxaq. Məhsul 40% gəlirlə 560 manata satılır. Demək, 40% gəlirlə neçə faiz deməkdir? 140% gəlirlə neçə satılır? 20% ziyanla deyəndə neçə? 80. 80 ilə də nəyə satılar? X. Buradan X bərabərdir. 560 vuraq. 80 bölək 140. İxtisar eləyək. Bir dəfə 4 dəfə düşür. 4-ü də 80-ə vursaq 320. A bəndi varmı? Keçək növbəti suala. 33. ABC üçbucağında B-yi tən bölən. Aha, tən bölən. B-də 4. B-dəmiz 4. Y nöqtəsi medianların kəsmə nöqtəsi. Bilirik ki, saydıq. Medianların kəsmə nöqtəsi. Medianlar 2-ni bir nisbətdə bölür elə. Görürsən, A-dan başda 2x buradırsa, 1x də buradır. Düzdür? İndi də tən bölənin xassəsinə keçək. Tən bölən çəkildiyi tərəfi digər tərəflərlə mütənasib hissələrə bölür. Onda oturacaq 1-in 2-yə nisbətidirsə, BD-nin AB-yə də nisbəti 1-in 2 olarmı? Onda buradan AB-ni neçə taparıq? 8. Yəni 8-in 4-ə nisbəti 2-dirsə, AY-nin də 7-yə nisbəti yenə 2-dir. AB-ni soruşursa, AB-ni neçə tapdıq? 8. Sonra yoxdur, bu deyiləmi? Eyni məntəqədən eyni anda hərəkətə başlayan 2 avtobusdan birincisi 36 dəqiqədən, ikincisi isə 40 dəqiqədən bir çıxdıqları məntəqədə olur. Ən az neçə dəqiqədən hər iki avtobus eyni məntəqədə olur? Bunları ərkob tapaq da. 36 ilə 40-a ərkob nətər tapırdıq? Hər ikisi 2-yə bölünür. 18, 20, 2-yə bölünür. 9, 10. Heç nəyə bölünmür ki? 360-ı 10-a vururduq və yaxud da 40-ı 9-a vururduq. Neçə oldu? 360. Cavab A bəndi. Sonra davam edək. X üstə gəlinsin 3y bölək. Birinci kəsri gəlin tənasib kimi yazaq məxrəc 1-dirsə, X üstə gəlinsin 3y nəyə bərabərdir? 8x-ə. Buradan 3y nəyə bərabərdir? 7x-ə. İndi gəlin kəsirlə işləməyək uşaqlar. Gəlin sürət və məxrəci 3-ə vurun. Bax 3-ə vuranda nə eləyər fəqən? 3x üstə gəl. Məxrəc nə eləyər? Uşaqlar 3y-in yerinə nə yazacağım? 3y-in yerinə 7x yazanda sürət nə eləyər? 10x. 3x-in təzədən 3y-in yerinə 7x yazanda məxrəc nə eləyər? Mənfi 4x elər. Düzdür? Mənfi 4x. Bu da x-lər getdi. 4 ilə də 2 dəfə, bu da 2 əksər 5. Mənfi 2-də 5. Hansı bənddir? D bəndi. Oldu? Yəqin ki, düz olur. Düzbucaqlı iti bucaqlarından biri 32 olarsa digər düzbucaqlının iti bucaqlarının cəmi 90 dərəcədir. Bunu bir şansdır uşaqlar üçün. 32-dirsə o birisinə nə qalır? 58 dərəcə. 58 dərəcə C bəndi. Sonra 8 ədədin ədədi ortası 18-dir. 8 dənə ədədin ədədi ortası 18-dir. Bunların cəmi neçədir? 8-i vursaq 18-ə. Neçə eləyər? 8-i 18-ə vursaq 144. 144. Bu ədədlər arasının ədədi ortası 13 olan 3 ədədi çıxır. Deməli, 3 ədədin ədədi ortası 13 isə onların cəmi neçəymiş? 39. İndi 144-dən 39-un çıxanda nə qalar? Bayaq neçədən ədəd idi? İndi 3-ün çıxdıq neçədən ədəd qaldı? 5 dənə. 5 dənə ədədin elə cəmini soruşur da 105 dənə. Eləmi? Eləmi onların ədəd ortası soruşur. 105 soruşur. Sonra kəsişməsi boş olmayan A və B çoxluqları üçün enamız 10, NB-miz 8. Birləşmənin ən çoxu neçə elementi var? Deməli, birləşmə ən çox olması üçün
Bunlar kəsişməməlidir, düzdür? Amma deyir kəsişməsi boş olmayan. Deməli bunların ən azı bir dənəsi var. A-nın 10 dənə elementi varsa, birini buraya yazmış, 9 burada qaldı. B-nin 8 elementi varsa, burada qaldı 7-si. Cəm onda A birləşir B-nin neçə dənə elementi var? Bərabərdir 17 dənə. Bəli, C bəndə yazmısanmı fəqət? Ay sağ ol. Modulun tərifinə görə, bilir ki, modulda mənfi çıxmaz. A nəyə bərabər olur? Kökdə 5 böyükdür 2. Yox, kökdə 2 böyükdür 5. 5. Bundan çıxır 5 çıxaq, kökdə 2. Bizdən də tam hissəsini soruşursa, 2-dən təqribən 1,4 deysəm, 5-dən 1,4-ün çıxsam, 3,6. Bunun da tam hissəsi neçə olar? 3. Tam hissəsi oldu 3. Baxaq, A-nı verib 3,4, A bərabərdir. 3,4, 4-lər gedir, düzdür? B bərabərdir. 3,13-dür, 13-lər dövr edir. C də bərabərdir, 3,20 dövr edir. Tamlar bərabərdir. Tamdan sonra ən böyük hansıdır? 4-dür. Onda A ən böyükdür. Sonra tamdan sonra 2-dir, C-dir. Ondan sonra tamdan sonra 1-dir, B-dir. A böyükdür, C böyükdür B-dən, yaxud da B kiçikdir, C da kiçikdir A-dan, A bəndi doğrudur. A və B sadə ədədləri üçün 2A üstəgəl 3B bərabər 13-sə A plus B cəm hər biri sadə ədəddir, eləmi? O şərti ödəyən 13. A-nın yerinə 2 yazaq, B-nin yerinə 3 yazaq. Ödəyər şərti 4, 9, 13, bəli. Onda 2 ilə 3-ün cəmi 1. Yox, 1 sadə deyil axı. 1 verə bilməz. Tutaq ki, B-yə məsələn, mən 4 də verə bilməyəcəm. Çünki 3 dəfəm 4, 12 eləyir. A-nı, B-ni nətər tapaysan burada hərəsi? Yox, şərt verməz. A 1 ola bilməz, sadə ədəddir. 1 sadə də deyil axı. İndi orada bəzi suallar var, əmsalların yerinə 1 yazırıq. A-nın yerinə 1 qoyuruq, 2-ni 1-ə vurduq. 2-ni keçiriyoruz tərəfə 15 yəni. 3 B bərabər 15-ə. B bərabər 5-ə də. Bir də B-nin yerini 1-ə qoysa, A-nı tapırıq 5. Sən axı A 1 olsa, B 5 olsa, A sadə ədəd olmadı, axı şərti ödəmədi. Davam edək. 6 kvadrat metr xalça 9 günə toxunursa, 6 kvadrat metrimiz 9 günə toxunursa, 8 kvadrat metr isə 3 günə də. Bəli. 12 gün eləyir. 6x bərabərdir 72, x bərabərdir 12. Eləmi? Sonra suallar demək olar ki, asandır. 9-cu sinifin suallarıdır. Qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabərdir. 2x üstə gəlinsin 4 bərabərdir. 3x çıxaq 18. Buradan x bərabər neçə? 22. Elə bizdən də x soruşursa 22. Sonra ipin uzunluğunun, bunu səhv yazmışsan namərd. İpin ucundan uzunluğunun 4də 1 hissəsi qədər kəsildi. Bax, ümumi deyək ki, ipin uzunluğunun A deyiriksə, bunun 4də 1-i kəsilir. 4də 1-ə kəsilir. Əvvəl ümumi deyək ki, gəl belə deyək, ipin uzunluğuna 4K deyək. Deyəkmi? 4K olsun, ümumi uzunluq 4K olsun. Bunun 4də 1-i deyəndə nə qədər kəsildi? K qədər kəsildi. Yaxşı, 4K idisə orta hardaydı? 2K-da. İndi K kəsildisə nə qədər qaldı? 3K qaldı da, düzdür. 3K qaldısa, ya ortası nə eləyir? 1,5K elədi. Deyir, ipin ortası 6 sm yerini dəyişdi. Yəni, əvvəl buradaydı ki, sonra dəyişdi, burada oldu. Bunlar arasındakı fərq nədir? 0,5K bərabərdir 6-dırsa. K neçədir? 12. K-nı 12 tapdıq. Bizim uzunluq nə qədər idi? 4K. Yəni 4K-da bərabər K-nı 12 tapdıqsa neçə elədi? 48. Nə yazmışdın sən? 24 yazmışsın sən. Çoxluğun alt çoxluqlarının sayını tap, bilirik ki, çoxluğun alt çoxluqlarının sayı 2 üstü n-dir. Bunda 3 dənə elementi olduğuna görə 2 üstü neçə eləyər? 8. Sonra natural ədəd 4, 5, 6-ın 3 hissəyə böldükdə alınan ədəd ən böyük ədəd neçə faizi olar? Yaxşı.
4, 5, 6 nisbətlədirsə ümumi ədədimiz neçə kadır? 15 kadır. Ən böyük ədəd, bu ədəd neçə faizdir? Ən böyük ədədimiz neçə kadır? 6K-nı bölü 15-ə vururuq 100-ə. Kalar getdi. 15 ilə 6, 3-ə ixtisar gedir 5, 3-ə ixtisar gedir 2. 100 də 5 ilə bir dəfə. Neçədən? 20 dəfə. 20-ni də 2-yə vursaq 40%. Sonra baxaq görün, burada orta məxrəc eləsək alınarmı? Yaxud da gəl orta məxrəc eləsək, burada 1 bölünsün. İfadənin qiymətini tapın. Çıxağı tapmalıydıq. Yaxşı. Baxaq görək burada nə verir bizə. Bax, ikinci kəsirləri ayrı-ayrı yazaq görüm. Nə eləyir? A-nı A-ya böləndə düşür 1. Üstə gələk 2 bölünsün A. Çıxaq. 6B-ni B-yə bölsəm 6. Görsən necə? -2 fəqan. Mənfi də o nə eləyir? Müsbət. Üstə gəlinsin 2 bölünsün B. Bizdən bunu soruşur elə. Bu da bərabərdir. 2 böl A ilə 2 böl B-ni. 2-ni çıxarsam qarşına qalar? 1 bölünsün B. 1-dən də -6-sını çıxan nə eləyər? Çıxaq 5. 1 böl A, 1 bölək B-ni verir 5. 2-dən 5. Ondan da 5-in çıxan, bax, boyucu 5-dir da. Ondan da 5-in çıxanda 5. Cavab 5. Eləmi? Ay, Sadiq. Başa düşə bildi? ABC düzbucaqlı üçbucağında AC CB-yə perpendikulyardır. Aha, düzbucaqlı üçbucaqdır. AB 20-dir. AB 20, AC 12-dir. Onda bu biri katetə nə qalır? 20-nin kvadratından 12-nin kvadratını çıxanda CB bərabərdir 20-nin kvadratı çıxaq 12-nin kvadratı 400, yəni 144-ün çıxanda 256, o da neçə çıxır? 16. İndi ümumi 16-dırsa, bu da tənböləndirsə, gəlin birinə x deyək, bir nə olur? 16 minus x. Adi tənböləndir. Tənbölənin xassəsini tətbiq edək. 12-nin nisbəti x-ə bərabərdir 20-nin nisbəti 16 minus x-ə. Buradan x-i neçə tapışıq? X bərabərdir 6 olduğu görünür. Bəli, 2. 20-ni də 10-a böləndə o da 2. Bizdən CD-ni soruşur 6. Əgər BD-ni soruşsaydı 10 deyər. Yəni CD-miz 6, BD-miz 10. Baxaq görək. Bostanın 5-də 2 hissəsinə pomidor, 5-də 2 hissəsinə pomidor, 4-də 1 hissəsinə xiyar, 4-də 1 hissəsinə xiyar. Qalan 140 kvadrat hissəsinə isə badımcan şitləri əkilir. Qalan. Bu ikisini cəmi neçə eləyir? 5-də 2-nin üstünə 4-də 1 gəlsə nə eləyər? 20-də neçə? 20-də 13, eləmi? 20-də 13. Bunda yəqin ki, boşluq var. 20-də 13, eləmi? Nə qədər qaldı? 20-də 7 hissəsi neçə idi? 140. Hissəsinə görə ədədi tapanda həmin ədədi hissə götürün kəsirə bölün. 140-ı 20-də 7-yə bölmək, 7-də 20-yə vurmaq düzdür. Bu da bizə nə verir? 1 dəfəm, bu da 20 dəfəm. Ümumi nə qədər elədi? 400. Bostanın ümumi sahəsini tapın. Elə cavab yəqin ki 400-dür. Sonra 28 nəfərlik olan şagirdlərin 10-u ingilis dilini, 14-ü rus dilini, 8 şagird isə bu dillərdən heç birini bilmir. Deməli 28 şagirdin 8-i heç bir dili bilmirsə, çıxırıq neçə şagird qalır? Birləşmə 20 götürür. 8 şagird deyil. İndi də biz kəsişməni tapmaq üçün ENA-nın üstünə NB-ni gəlib, NA kəsişir B bərabərdir ENA, üstə gələk NB, çıxaq nə idi? Onların birləşməsi, düzdür? A-mız neçə oldu artıq? 10. 10, üstə gələk. B-miz 14. Birləşməni neçə götürdük? 20. Düzdür? 10 üstünə 14 gələndə. 20-sində çıxanda 4. Deməli, kəsişmə 4 dənə. Neçə şagird həm ingilis, həm də rus dilini bilir, elə bunu sizə soruşur. Görsən, deyək ki, bu ingilis dilini bilən 10 şagird isə 4-ü buradadırsa, 6-sı buradadır. Rus dilini bilən 14 şagird 4 buradadırsa, 10 da buradadır. Təkcə ingilisi soruşsa 6 deyərik.
Təkcə rusu soruşsa 10 deyək. Oldu mu? Cavab olaraq 4 hər ikisini soruşur. 51-ə baxaq. ABC üçbucağında AB BC-yə bərabərdir. Bərabər yanlış bucaqdır. O da 17. 17, 17. DC 21-dir. AD 9-dur. Onda bu ümumi AC neçədir? 30. Biz gəl belə eləyək. Bərabər yanlış bucaqdan hündürlük 80 oturacaq yarı bölünür. Oturacaq deməli 30 da yarısı 15 bölünür. Burada 15-dirsə, bura nə qalır? 6. Bizdən nəyi soruşur? B, D-ni soruşur. Düzdür? İndi gəl bu B, buradan da bir BM hündürlüyü deyək. BMC üçbucağından BM katetini tapanda 17-nin kvadratından 15-in kvadratını çıxsaq necə eləyər? 289-dan 225-in çıxanda 8 qaldı. Təzədən BDM üçbucağından da katetlər var. 6, 8. Onda hipotenüs neçədir? 10. Deməli, cavabımız neçə oldu BD-miz? 10. Limit də gəlməyə vaxtı. 52-yə baxaq. Sinus B-ni 5-də 4 verir. B bucağını 5-də 4. Aha. Deməli, biz sinusa tərif verəndə nə edirik? Qarşı katetin 4K. Hipotenüzə nisbəti 5K. Onda üçbucaqdan bura neçə K olur? 5K-mızı neçə verib? 5K-mız 15-dirsə, niyə belli bu pedir? 5K-mız 15-dirsə, K-mız neçədir? K-mız 3-dür. Bizdən haranı soruşur? K 3-dürsə, ümumi üçbucağın tərəflərinin cəmi neçə K-dır? 12K olur. Tərəfləri cəmi. Olurmu 12K? P bərabərdir 3K, 4K, 5K da düzdür. 12K, K-nı da 3 tapışırsa neçə eləyir? 36. Oldu. Sonra uşaqlar, baxaq görün. Növbəti sualımız budur. Məhlulda olan duzun miqdarını 10% artırıb, suyun miqdarını 30% azaltdı, məhlul miqdarı dəyişmir. İndi gəlin baxaq. Bax, məhluldakı gəlin, suyu götürək X, duzu götürək Y. Ümumi məhlulumuz nə qədər idi? X plus Y. Deyir ki, duzun miqdarını 10% artırıb. Duz Y idisə 10% artanda nə oldu? 1/1 Y oldu. Suyun miqdarını 30% azaldıq. Nə olur? Deməli, bunlar dəyişmədi ilə. Onda biz 0,7 X ilə 1,1 Y toplasaq, X plus Y-ə bərabər olur. Düzdür? X-ləri bir tərəfə keçsək, 0,3 X bərabərdir 0,1 Y. Hər tərəfə 10-a vursam, Y bərabər nədir? 3X. Əvvəlcə məhlulun duzluluq faizi. Əvvəlcə məhlulun duzluluq faizini tapanda biz Y-i bölərdik ümumi cəmə, vurardıq 100-ə. Düzdürmü? Ay sağ ol. Y-in yerinə neçə X yazacaq? Bərabərdir 3X bölək 4X vuraq 100. 100-ün də 4-dən 3-ü bizə neçə faiz verər? 75 faiz. Cavab 75. Yəqin ki, düz olar. 54 nədir? Paraleldir AF ilə SY paraleldir. DF ilə də BC paraleldir. Aha. Bundan buradakı bucaq paraleldir. Bir dəqiqə. BAF 110'dur. BAF bu bucaq 110'dur. AF'de 30'dur. AFD. Bu bucaq 30'dursa, onda çarpaz şəkildə bu bucaqdır. Baxın, bunu burayla uzatsaq, bunu burayla. Onda burada 110 olur. Düzdür, 110. 110. İndi baxaq. Bununla da bu paraleldir, eləmi? Onda gərək biz bunu da uzadaq. Bura neçədir? Bura 30. Onda gəl bura neçə olur? 30. Elə 140. Bura nə qaldı? 40 dərəcə. Bizdən haranı soruşur? Elə ABC-ni soruşur. Heç buradakı bucağı çəkməyə ehtiyac yoxdur. Heç buradakını çəkməyə ehtiyac yoxdur. Onca uzatsaq, BC-ni uzatsaq görünür. Oldu. 140. Burada oldu 40 dərəcə. Sonra. A və B vahiddən fərq qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərdirsə, əvvəbu nədir? Onda elə bu nədir ki, veribdir? 3x çıxaq 11 1-dirsə,
Buradan x nəyə bərabərdir işə düşdükdə? 3x-imiz 12 isə x-imiz neçədir? 4. İncəl x-in yerinə 4 yazaq. İkincidə x-in yerinə 4 yazaq. Onda əkov AB neçə olur? Əkov AB bərabər neçə? 12. Düzdür? 4-ü 2-yə vur. X-in yerinə 4 yazırıq da. 8, 12. İndi hansı ədədlərdir? Qarşılıqlı sadədir, cəmi də 12-dir. Abi de 12. Yox, cəmi yox, bağışlayın. Əkobu 12-dir. Biz 3 ilə 4. 3 ilə 4. Nədir? Qarşılıqlı sadədirmi? Əkobu 12-dir. İndi biz əkobu 12 olan digər ədədlər də yaza bilərik da. Məsələn, 1 ilə 12 də yaza bilərik. Amma onların əbobu 1 verirmi? Deyir, vahiddən fərqli ədədlər. Görsən, necə 1 verə bilmir fərqlə. Burada vahiddən fərqli ədəd veribdir. Deməli, A1 ola bilməz. 3, 4, 2 ilə 6 versək, bunların əbobu 1-i verməz, ödəmir. Ayrı hansı ədəd var ki, əbobu 6 ilə 12-ni götürsəm, əbobu 1 eləmir. Yəni, şərti ödəyənlər neçədir? 3 ilə 4. Bunların da cəmi neçə eləyər? 7. Cavabımız 7 olar. Sonra tutardı. Bu qədər. Və bu qədər sadə.